Salam əziz izləyicilər, bugün sizinlə müştərim üçün hazırladığım tortun yığılmasını paylaşacağım. Video uzun olduğu üçün bəzi hissələri sürətləndirmişəm. İlk olaraq biskviti bərabər laylara bölürəm. Əvvəlcədən hazırladığım qara kakaolu sirupla hər qatı isladıram. Bu biskvitin daha yumuşaq və ləzzətli olmasına kömək edir. İndi isə krem çəkirəm. Şokolad qırıntıları, qoz, karamel əlavə edirəm. Bu içliklərin uyğunluğu torta çox gözəl dad verir. Bütün qatları eyni qayda ilə yığıram. Və son biskviti qoyub isladıram. Kremlə yaxşıca bunu sıvıyıram bir qatı. Sonra isə streçləyib möhkəm çəmbərlə möhkəm sıxırıq. Bir gecə soyuducuda saxlayırıq. Səhəri gün tortu soyuducudan çıxarıram. Və üzərini səliqə ilə sıvayıram. Qeyd edim ki, müştərimin həyat yoldaşı üçün hədiyyədir. Ona görə də bəzəyini müştərimin istəyinə uyğun hazırlayıram. Üzərinə dekorativ ürəklər və müştərimin göndərdiyi şəkili yerləşdirirəm. Və qızıl tozla yağ qarışımı kənarlarını qatlayıram. Torta çox gözəl effekt verir, çox gözəl görsənir. Və qızılı taliqalarla da bəzləyirəm. Qaşlar, qızılı qaşlar. Və nəhayət tortumuz hazırdır. Ümid edirəm ki, bəyəndiniz. Videonu bəyəndinizsə bəyənməyi, kanalıma abunə olmağı və fikirlərinizi şərhlərdə yazmağı unutmayın. Sağ olun.